Salam, hər vaxtınız xeyir olsun, dəyərli 9-cu siniflərimiz. Xoş gördük sizləri. Mən Gülşən Həşimova. Bugün 9-cu sinif Azərbaycan dili dərsliyindən sizlər üçün tapşırıq və çalışmaların izahını verəcəm. Ümid edirəm ki, mənim izahlarım sizlərə faydalı olacaq. Əgər izahların ardının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, izaha bəyənib rəy yazmağı unutmayın. Çünki sizin fikirləriniz bu izahların ardıcıl olmasına vasitəçi olur. Bir də qeyd edim ki, bu izahın sonuna, şərh hissəsinə ən çox rəyinə bəyənmə gələn şəxsi gələn dəfəki izahda sizlərlə birlikdə paylaşacaq. Və biləcəyik ki, kimdir o maraqlı şərhi yazıb və çox bəyənmə alıb. Təbii ki, maraqlı şərhlərinizi yazmağı unutmayın. İndi gəlin başlayaq tapşırıqlarımıza, çox vaxt itirməyək. Deməli, mətnimiz uğurdur. Məsləhət görürəm ki, mətni özünüz oxuyasınız. Mən oxumaqla vaxt itirməyim. Ən azı 5-10 dəqiqəmiz, 5 dəqiqəmiz oxumağa gedəcək. Ona görə özünüz oxuyun. Biz başlayaq əsas tapşırıqlara. Deməli, birinci tapşırıqda nə deyir? Sizcə müvəffəqiyyət nədir? Müvəffəqiyyət burada sizcə deyirsə, yəni bizim fikrimizi soruşur. Yəni demir ki, mətnə istinad edin. Deyir ki, sizcə müvəffəqiyyət nədir? Mənə görə müvəffəqiyyət uğurdur, zəfərdir. Hər hansısa bir gördüyün işin bəhrəsidir. Yəni qazandığın uğurdur müvəffəqiyyət. Mən belə düşünürəm. Sonra deyir, necə bilirsiniz? Müvəffəqiyyət qazanmağın ilk amili nədir? Məncə, müvəffəqiyyət qazanmağın ilk amili düzgün planın, iradənin və əzmin olmasıdır. Yəni, biz birinci işimizi düzgün planlayırıq və beləcə iradə və əzmimizi işlədərəkdən həmin o müvəffəqiyyəti qazanırıq. Yox, əgər mən ilk dəfə başladım bir şeyə, alınmadı, yox, alınmır məndə deyib qırağa atıramsa, mən müvəffəqiyyət qazanmayacağam. Yox, əgər vuruşuramsa, çalışıramsa, çabalayıramsa, mən onda müvəffəqiyyət qazana bilərəm. Yəni, müvəffəqiyyət qazanmağın ilk amili düzgün planın, iradənin və əzmin olmasıdır. Bu təbii ki, mənə görədir. Əgər sizin də maraqlı bir fikriniz varsa, mütləq şəkildə onu da qeyd edə bilərsiniz. Keçək növbəti tapşırıqlara. Buradan başlayır deməli. Buradan başlayır, amma mənim burada gözümə bir sual sataşdı. Qoy buna baxaq. Deyir, sizin fikrinizcə bu şərtlər insana uğur qazandıra bilərmi? Gəlin bir şərtləri oxuyaq. Deyir, müəyyən edilmiş bir hədəfin olması. Qayəyə, məqsədə ürəkdən bağlı olmaq. Özünə güvənib uğur qazana biləcəyinə inanmaq. Hər şeyə qənaət etməyə vərdiş etmək. Məntiqini yerində işlədə bilmək. Diqqətini toplamaq qabiliyyəti. Gözləniləndən daha çox verə bilməyi vərdiş etmək. Başqaları ilə ortaq nəticəyə gəlmək, işbirliyi. Səhvdən nəticə çıxarda bilmək. Tolerantlıq, səbirli olmaq, yaradıcılıq qabiliyyəti. Həqiqətən, doğrudan da bunlara biz əməl edəriksə, düşünürəm ki, niyə də uğur qazanmaq olmasın ki? Yəni, uğur qazanmaq olar. Mənim fikrimcə, bunların hər birinə biz əməl edə biləriksə, təbii ki, uğur qazana bilərik. Bu belə. İndi keçirik növbəti tapşırıqlara. Başlayaq birinci tapşırıqdan. Deməli, burada deyir ki, sizcə mətnin hissələri arasında rabitə varmı? Niyə? Əgər rabitə yoxdursa, mətnin hissələri arasında əlaqə yaratmaq üçün hansı cümlələrdən istifadə edərsiniz? Rabitə ümumiyyətlə bir cümləni digərinə bağlamağa sövq eləyir, yəni cümlələr arasında əlaqə yaradır. İndi gəlin bir daha mətnə baxaq. Abzaslara xüsusi fikir verəcəyik. Deməli, burada nə deyir? Demək olar ki, çoxumuz uğurun, nailiyyətin, müvəffəqiyyətin nə olduğunu və ona necə sahib ola biləcəyimizi bilirik. Bilmirik, üzrsən, bilirik, yox, bilmirikmiş. Sonra, ardıca gəlir ki, müvəffəqiyyət hədəf seçməkdən başlayır. Gəlin, onda bura belə bir şey qoyaq ki, müvəffəqiyyət nə deməkdir? Və yaxud müvəffəqiyyət nədən başlayır? Bura bunu əlavə edirik. Deməli, bura əlavə edirik. Mən yaza bilmirəm, səliqəsizdir, qələm yazır. Siz yazın ki, müvəffəqiyyət nədən başlayır? Və yaxud müvəffəqiyyət nə deməkdir? Sonra bu ardı elə bax burada verilib. Sonra keçək 3-cü abzasımızı oxuyaq. İnsanın həyatda uğur qazanmasında zəkanın böyük rolu vardır. Burada əlavə edək ki, bundan əvvələ insan daim ağılla hərəkət etməyi bacarmalıdır. Sonra ardıca bu gəlsin. İnsanın həyatda uğur qazanmasında zəkanın rolu böyükdür. Sonra keçək bu bir tərəfə. Deyir, məşhur fizik Thomas Edison onun şəxsiyyətində sihirli güc axtaranlara
%1 istedad, zəka, %99 isə zəhmət, ağıl cavabını verirdi. Sonra deyir, nailiyyətə mane olan ən böyük düşmən tənbəllikdir. Deməli, burada yaza bilərik ki, zəhmət və ağıl birləşərsə, bunlar ağılın dostu ola bilər. Lakin tənbəllik ən böyük düşməni sayılır. Belə yazmaq olar. Sonra da ayrıca yazıb ki, nailiyyətə mane olan ən böyük düşmən tənbəllikdir. Sonra deyək ki, işləsən, xəzinəyə sahib olarsan. Tənbəllik etsən, əlindəki xəzinədə itirərsən. Müəyyən edilmiş hədəf işığında uğura sahib olmağın ilk şərtlərindən biri özününamdır. Bundan əvvələ də əlavə edərik ki, bura əlavə edərik ki, deməli, insan özünə güvənməli və daim çalışmalıdır. Sonra deyirik ki, müəyyən edilmiş hədəf işığına uğura sahib olmağın ilk şərtlərindən biri özünə inamdır. Sonra deyək ki, bütün əngəllərə, böyük fədakarlıqlara sinə gərərlər. Sonra deyək ki, quldarlığa son qoyan prezident kimi tanınan ABŞ prezidenti Abraham Lincoln. İndi burada da deyə bilər ki, bu əvvələ bura veririk ki, ABŞ prezidentinin həyatına nəzər salaq. Və ya ABŞ prezidenti Abraham Lincolnun həyatına nəzər salaq. Ondan sonra artıq bunu vermək olar. Yəni belə qurduqda rabitə daha qəşəng görünür və uyğunluq olur cümlə kontekstində. Keçək 2-yə. 2-də deyək ki, mətndəki fikirlərə münasibət bildirin. Həyatınızın sonrakı mərhələsində uğur qazanmaq üçün planınız varmı? Qarşınıza hansı məqsədləri qoymuşsunuz və mətndəki tövsiyələr sizə kömək ola bilərmi? Bu barədə yoldaşlarınızla fikir mübadiləsi aparın. Deməli, dəyərli 9-cu siniflər. Həqiqətən də sizin 9-cu sinifdən həyatınızın sonrakı mərhələsi başlayır. Deyəcəksiniz, niyə müəllim? Ona görə ki, siz 9-cu sinifsiz. Ya burada tamam deyəcəksiniz, ya burada davam deyəcəksiniz. Tamam və yaxud davam olmasa gedişatda görünəcək. Buraxılış imtahanı gəlir qabaqdan. Buraxılış imtahanı yaxşı verdikdə fikirləşəcəksiniz ki, mən də alınır. Qoy universitetə hazırlaşım. 10-11-ci sinifdə uğur əldə edib universitetə daxil olum. Yox, əgər buraxılış imtahanı zəif nəticə göstərirsə, artıq ruh düşkünlüyü yaranır və 9-cu sinifdən çıxırlar, müəyyən peşələrə yiyələnirlər. Yəni, həqiqətən 9-cu sinif ya tamamdır, ya da davamdır. Mən məsləhət görərdim ki, hamınız davam edin. Həyatımızın ən gözəl çağlarından biridir deyərdim. Ona görə düşünürəm ki, hər bir şagirdin bu hissləri yaşamağa haqqı var. Və bu 9-cu sinifdə də planlı şəkildə buraxılışa hazırlaşın. Mənim kanalımda sizlər üçün buraxılışla bağlı maraqlı testlər, izahlar, mövzu izahı, ümumi sınaqlar, hər şey paylaşılır. Daxil olub bunları da mütləq izləyin ki, ən azından buraxılışda sizlərə kömək olsun. Mən ümumilikdə qeyd etdim. Burada hamı təbii ki, öz fikrini yaza bilər. Bunu mən bilə bilmərəm ki, kimin fikri necədir. Keçək 3-ə. Deməli, 3-də deyək ki, fransızların dediyinə görə 20 yaşına qədər gözəlliyin, 30 yaşına qədər zənginliyin, 40 yaşına qədər müdrikliyin yoxsa, deməli həyatda çox şeyi itirmişsən. Bu fikirlə razısınızmı? Niyə? Fikrinizi əsaslandırın. Bəli, mən razıyam. Sizi bilmirəm. Mən razıyam. Həqiqətən insanın gözəlliyi, özünə baxması, özünün nazı ilə oynaması 20 yaşa qədər tam baş verir. İnsan bu yaşa kimi ancaq özünə, bir növ belə deyim, gözəlliyinə vaxt ayırır. Lakin 30 yaşına qədər artıq 20'li yaşlardan sonra karyera həyatı başlayır və 30 yaşında artıq sənin zənginliyin yoxdursa, maddi baxımdan ən azından bir özünə maşın, ev və yaxud ailəvi keçindirə biləcək qədər nəsə əldə eləməmisənsə, və 40 yaşından sonra da müdrikliyin yoxdursa, elmi kitablar, məqalələr və yaxud nələrsə hazırlayıb etməmisənsə, doğrudan da çox şey itirmişsən deməkdir. Yəni mən bu fikirlə razılaşıram. Keçək 4-ə. İnsanın əldə etdiyi uğur, nailiyyət, yenilik, kəşf cəmiyyətə, təbiətə və insanlara həmişə xeyir verirmi? Dərhal bu suala cavab verməyin, fikirləşin, müəyyən fikirlər söyləsəniz də qəti qərar verməyə tələsməyin. Bölmədəki materialları diqqətlə öyrəndikdən sonra fikirlərinizi çatdırın. Deməli, yoldaşlar,
Dərhal cavab vermə deyir, verməyək də. Mən amma düşünürəm ki, uğur, nailiyyət bunlar xeyir verər. Niyə uğur xeyir verməsin? Amma bəzən o hansısa bir yeniliklər, hansısa bir kəşflər tutaq ki, indi xeyir verməyə də bilər də. Yəni bu halda ola bilər. Amma həmişə olacaq, həmişə olmayacaq deyə bir şey yoxdur. Məsələn, siz YouTube açırsınız. Valideyn var deyir ki, mən övladımın onlayn öyrənməsinə narazıyam. Yəni niyə narazı olaq ki, onlayn öyrənməyə? Deyir ki, hə, girir YouTube-da dərsdən əlavə digər şeylərlə də məşğul olur. Bax, mən razıyam. Əgər dərsdən əlavə digər şeylərlə məşğul olursam, həmin o şeyləri məhdudlamaq lazımdır. Yəni təbii ki, indi həyatımız ancaq dərs deyil, asudə vaxtımız da olmalıdır. Amma onlayn öyrənmək bu dəqiqəki dövrün tələbidir. İstənilən regionlar, istənilən ərazilər savadlı müəllimlərin sayəsində onlayn təhsil alır. Yəni ona görə düşünürəm ki, yenilik kəşfin xeyri olduğu kimi bəzən o sətr arxası məsələn telefonda dərsdən əlavə digər işlərin görülməsi, məsələn hansısa bir video bax, dərs videosuna aşağıda maraqlı kimsə nəsə paltar alıb reklam edir ki, paltarı satıram və yaxud paltarı almışam. Belə bir şey gəlir, toxunub ona da vurub baxırsansa, yəni sənin vaxtın getdi boşa. Əgər bunları etmiriksə, təbii ki, kəşflər, yeniliklər də bizim üçün xeyirli də ola bilir, bəzən xeyirsiz də ola bilir. Yəni bu biraz həqiqətən qeyd olunan kimi düşünməli bir sualdır. Sonra keçək digər tapşırıqlara. Keçdik 5-ci tapşırığa. Deyir, səhifə 56-ya əsasən tapşırığı həll edin. Mötərizədə verilmiş sözlərdən ən uyğun olanını seçib işlədin. Baxaq. 56-ya gedək. Deməli, təməl, əsas, böyük, uca, yüksək. Mötərizədə olan 2 sözümüz var. Baxaq. Müəyyən edilmiş hədəf işığında uğura sahib olmağın ilk əsas şərtlərindən biri özünə inamdır. Deməli, əsas olacaq. Sonra, uğura sahib olanlar özünə inamla silahlananlardır. Böyük uğura sahib olanlar. Uca uğur olmaz, yüksək uğur olmaz. Deməli, böyük olacaq. Bu da belə. Keçək növbəti tapşırığa. Deməli, deyir, mətndə nöqtələrin yerinə hansı sözü yazsanız, cümlənin məzmununa xələl gəlməz. Baxaq, yenə də qaydırıq 56-ya. Deyir, bütün əngəllərə baxmayaraq böyük fədakarlıqla sinə gərərlər. Deməli, baxın, baxmayaraq sözünü yazdım. Yəni, bu sözü uyğun etmək olar. Keçdik növbəti tapşırığa. Keşməkeşli sözünü hansı sözlə əvəz etmək olar? Təbii ki, keşməkeşli sözünü biz əvəz edə bilərik əzab-əziyyətli, ağrılı, acılı, müxtəlif sözlərlə əvəz etmək olar. Müvəffəqiyyət sözünün sinonimi tapın. Müvəffəqiyyətə zəfər verərik, uğur verərik, nailiyyət, qələbə. İndi mənim ağlıma bunlar gəldi. Əgər başqa bir şey də ağlınıza gəlirsə, qeyd edə bilərsiniz. Deməli, zəfər, qələbə, uğur, nailiyyət. Keçək növbəti tapşırığa. Deyir, onlardan hansı verilmiş mətndə işlənmişdir? Təbii ki, uğur. Buraya yazırsınız uğur. Elə mətnimizin adı da uğurdur. Sonra deyir, bu sinonimlər həmişə bir-birini əvəz edə bilirmi? Yəni, zəfər, qələbə, uğur, nailiyyət. Bunu deyir. Həmin sinonimləri uyğun cümlələrdə yerləşdirməklə fikrinizi əsaslandırın. Cümlələr aşağıdadır. Lakin, gəlin biz bu fikri açaq. Sinonimlər həmişə bir-birini əvəz edə bilmir. Çünki böyük füzuli deyirəm, yekə füzuli deyə bilmirəm. Fikir versiniz, alınmır. Amma əvəz elədiyi hallar da var. Məsələn, eynəyimi götürdüm və yaxud deyə bilərəm ki, gözlüyümü götürdüm. Gördünüz, əvəz olundu. Yəni, ola da bilər, olmaya da bilər. İndi bura baxaq. Deyir, ən böyük zəfər insanın özünə qalib gəlməsidir. Məsələn, ən böyük uğur da demək olar. İnsanın özünə qalib gəlməsidir və yaxud ən böyük qələbə. Deməli, bu cümlədə əvəz eləyə bilir. Lakin Platonun fikrində isə bura zəfər yazacağıq. Zəfər. Sonra bu cümlədə əvəz oluna bildi. Başqalarının uğurlarına qibtə edirik. Ancaq bunun nəyin bahasına başa gəlməsi barədə düşünmürük. Başqalarının məsələn zəfərinə qibtə edirik. Bir o qədər yaxşı alınmadı. Qələbəsinə qibtə edirik. Bir o qədər yaxşı alınmadı. Elə bura ən uyğun gələn uğurlarına olar. Sonra fəal həyatın hər dəqiqəsi qazanılmış qələbəyə oxşayır. Qazanılmış zəfərə, uğura oxşayır, uyğunlaşdıra bilərik. Amma ən uyğunu
deməli qələbədir. Deməli, hər məğlubiyyət gələcək uğur yolunda qazanılan təcrübədir. Burada uğur olar. Buradakı gördüyümüz uğur, qələbə, zəfər bunlar bir-birini cümlə kontekstində əvəz eləyə bildi. Amma biz həmişə əvəz eləyə bilir fikrinə müəmmalı yanaşırıq. Niyə? Çünki həmişə əvəz eləməyə də bilər. Və yaxud göstərdiyim nümunə buna misal idi. Keçək 9-a. Mətndə hansı yeni sözlərə rast gəldiniz? Həmin sözləri qarşılıqlarla əvəz edin və hansının işlənməsi daha məqsədə uyğundur? Niyə? Mətndə o qədər yeni söz yoxdur. Hamısı gördüyümüz sözlərdir. Amma burada bir dənə özünə inam sözü var ha. Bunu öz güvənlə və yaxud özünə güvənlə əvəz eləsək daha yaxşı olar deyə düşünürəm. Biraz yeni söz kimi burada özünü büruzə verir. Keçək növbəti tapşırığa. Deyir, aşağıdakı sözlərdə nöqtələrin yerində 1 və ya 2 s olmasını müəyyən edin. Mesanat 1 s, ekstra 1 s, crossword 1 s, ekspert 1 s, ekspres 2 s, həssas 2 s, hissiyat 1 s, instinkt 1 s, şəxsiz 2 s, şose 1 s, qastrol 1 s, inspektor 1 s, lisenziya 1 s, missiya 1 s, heysiyyat 1 s, təsisat 1 s. Gördünüz? Qəşəng bu tapşırığı da elədik. Keçək deyir, mətndəki 1-ci və 2-ci abzasla bağlı düzgün fikirləri seçin. İndi gəlin biz gedək 1-ci və 2-ci abzasımıza. Bir dəqiqə. Lakin indi mən sizin də kitabınız yəqin ki yanınızdadır. Bunu gözünüzün önünə gətirin. Gedək 1-ci və 2-ci abzasa. Deməli 1-ci və 2-ci abzasımız buradadır. Bu 1, bu 2. Bu 2 abzası baxacağıq. İndi görək nə deyir. Deyir, 1-də deyirdi ki, cümlələrin hamısı ismi xəbərlidir. Bilmirik elə feili xəbərdir. Sonra çətin olsa feili xəbərdir. Ürək açan ismidir. Deməli bu səhvdir. 1 olmaz. 2-ni oxuyaq. Həmçinin sözlərdən istifadə edilmişdi. Bəli, baxın, çoxumuz uğurun, nailiyyətin, müvəffəqiyyətin. Daha doğrusu ismi xəbər nə idi? Həmçinin sözlərdir. Burada da var. Hədəfi düzgün seçmək, durmadan ona nail olmaq. Bu da gördüyünüz kimi həmcins üzvlərdir. Deməli 2 düzdür, 2-ni götürəcəyik. Sonra 3 oxuyaq. Sintaktik əlaqənin 2 növü özünü göstərir. Sintaktik əlaqələr tabeili və tabesiz əlaqələrdir. Əgər burada həmçinin sözlər varsa, tabesiz əlaqə mütləq var. Tabeili əlaqə də ona görə var ki, cümlədə mübtəda xəbər varsa, tabeili əlaqə də var deməkdir. Burada da mübtəda da var, xəbər də var. Bu abzasda da mübtəda var, xəbər var. Bu abzasda da mübtəda var, xəbər var. Deməli, burada da həmcins üzvlər var, burada da. Deməli, həmcins üzvlər olduğu üçün hər iki cümlədə biz bunu tabesizlik əlaqəsi götürdük. Və hər iki cümlənin ayrı-ayrı öz mübtəda xəbəri olduğu üçün bunda tabeili əlaqəsi götürdük. Deməli, 2 düz, 3 düz. Sonra 4-ə baxaq. Deyir, məqsəd və intonasiya cümlənin 3 növündən istifadə olunub. Xeyr. Məqsəd və intonasiyaya görə cümlənin 4 növü var. Burada deyir, 3 istifadə olunub. Axı, burada nida yoxdur, sual yoxdur. Bir dənə nəqli cümlə var. Ona görə o da səhvdir. 4-də götürmürük, 5-ə baxaq. Bütün cümlə üzvlərinin iştirak etdiyi cümlə var. Xeyr. Məsələn, bax, burada heç tamamlıq yoxdur. Görürsünüz? Necə ola bilər ki, bütün cümlə üzvləri iştirak edir? Bəs tamamlıq cümlə üzvü deyilmi? Ona görə onda xeyr qeyd etdik. Keçək növbəti tapşırığa. Deməli, deyir, mətndə altından xətt çəkilmiş cümlənin quruluşunu müəyyən edin, fikirlərinizi əsaslandırın. Gəlin baxaq, altından xətt çəkilmiş cümləyə. Hardadır? Bundan söhbət gedir. Deyir, uğura sahib olanlar özünə inamla silahlananlardır. Bax, özünə inamla silahlananlardır bu xəbər. Kim? Uğura sahib olanlar bu mübtəda. Xəbərimiz gördüyünüz kimi 2 sözdən ibarətdir. Uğura sahib olanlar mübtədamız 3 sözdən ibarətdir və mübtədamız feili sifət tərkibidir. Bu belə. Keçək növbəti tapşırıqlara. Deyir, sadə cümlə haqqında bildiklərinizi yadınıza salıb suallara cavab verin. Sadə cümlə odur ki, burada belə deyim də, sadə cümlələrdə biz deyə bilmərik ki, yəni qısaca belə deyim ki, yalnız bir fikri bildirən və bir xəbəri olan cümlələrdir.
Yəni sadə cümlə budur. Yəni bir xəbərə xitab edir. Sonra sadə cümlənin məqsəd və intonasiyaya görə hansı növləri var? 4 növü var. Hansılardır? Nəqli, sual, nida və əmr cümləsi. Sonra sadə cümlənin şəxsə görə növləri. Şəxsə görə növləri müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli və şəxssiz cümlə plus da adlıq cümlə. 5 dənə oldu. Deyir, cavablarınızı nümunələrlə əsaslandırın. Yəni, hərəsinə aid də bir nümunə göstərirsiniz. İndi əsas keçir 13-ə. Deyir, aşağıdakı sxemə uyğun cümlə qurun. Aha, sxemimiz nədir? Mübtəda, zərflik, tamamlıq, xəbər, tamamlıq, xəbər. Deyir ki, amma cümləni quranda məzmun sizin indiyə qədər etdiyiniz hər hansısa bir nailiyyətlə bağlı olsun. İndi mən sizin nailiyyətinizi hardan bilim axı? Yəni nailiyyətlərinizi hamımızı yaxından tanıya bilmərəm. Ona görə mən bunu özüm üçün qeyd edəcəm. Siz də bunu özünküləşdirərsiniz. Sonra yazdığınız cümlədə cümlə üzvləri nə ilə ifadə olunduğunu deyin. Aha, məsələn, mən belə bir şey verə bilərəm ki, mən, mübtədam olsun mən. Mən illərlə zəhmət çəkərək, zərfliyim, illərlə zəhmət çəkərək akademiyamı yaratmışam. Akademiyamı tamamlıq yaratmışam feil. Beləliklə cümlə üzvü olmadıqca o təhlil olunmayacaq. Sadəcə cümləmiz uyğun gəlsin deyənə beləliklərini verdim. Beləliklə akademiyamı tanıyırsınız. Deməli, beləliklə təhlil olunmur. Bizim üçün önəmli deyil. Akademiyamı tamamlıq tanıyırsınız da ki, xəbər. İndi siz də öz uğurunuzu yaza bilərsiniz. Keçək 14-ə. Bütün əngəllərə böyük fədakarlıqla sinə gərərək cümləsinin sintaktik təhlilindəki sintaktik təhlil daha doğrusu hansı cümlə ilə uyğundur? İndi gəlin bunu bir təhlil eləyək. Sinə gərərək feil. Fədakarlıqla, daha doğrusu sinə gərərək ki, bu mübtədası yoxdur. Gərərlər daha doğrusu feil. Sonra fədakarlıqla zərflik. Bu cümlənin mübtədası yoxdur. Böyük təyin. Bütün yenə təyin. Əngəllərə də tamamlıq. Aha. İndi buna uyğun cümlə. Əslində burada səhvlik var. Cavab C kimi uyğunlaşdıra bilirik. Ən son versiya kimi də, yəni əlacsız qalanda C-ni götürə bilirik. Amma baxın, C-nin də təhlili belədir. Nail olarlar. Baxın, inadlı zəhmət çəkməklə, bu zərflikdir bir yerdə. Sonra gözəl gələcəyə işıq salan. Bu da bizim təyinimizdir. Məqsədə də tamamlıqdır. Yəni uyğun kimi götürəndə ən son versiya bunda qalırıq. Güman ki, fikirləşiblər ki, bu inadlı sözü sifət kimi götürək, yəni daha doğrusu təyin kimi götürək. Axı təyin kimi götürsək bu zərfliyin tərkib hissəsidir. Feillə uzlaşmır axı. Ona görə burada bir balaca səhvlik var. Amma indi müəllimimiz sizdən cavab istəyirsə, cavab C-ni götürəcəksiniz. Yəni ən uyğun gələn budur. Çünki o biri cümlələri gəlin bax təhlil edeyim. Qazanıblar. Kim? İnsanlar. Hansı insanlar? Məşhur insanlar. Təyin. Bugünkü təyin. Nailiyyəti tamamlıq. Zəhməti ilə tamamlıq. Sonra bir adama xeyir verməyən heç kimə lazım deyil. Aha, burada da lazım deyil xəbərimiz. Deməli, gəlin işarələyək. Lazım deyil. Kim lazım deyil? Daha doğrusu kim mübtədamız burada da yoxdur. Daha doğrusu lazım deyil nə? İş. Kim yox, burada mübtəda var, iş. Heç kimə tamamlıq. Bir adama xeyir verməyən, bu da olacaq bizim təyinimiz. Yəni görürsüz, ən uyğun gələn bir dənə bu qalır. Güman ki, onlar fikirləşiblər ki, inadlı sözü təyindir. Amma mən düşünürəm ki, inadlı sözün təyin kimi burada götürə bilmirəm. Axı zərfliyin tərkib hissəsidir. Mən bunu necə təyin kimi ayıra bilərəm? Ona görə C variantı əgər ən son versiya kimi götürsək, C uyğun gələr. Keçək bura. Mən gələcək həyatımı necə görürəm adlı nəqli xarakterli inşa yazın. Yazınızda cümlənin müxtəlif növlərindən istifadə edin. Yəni cümlənin hansı növ var? Sual cümləsi var, nida cümləsi var, əmr var. Sonra nəqli cümlə var. Ümumiyyətlə həyatımızda istifadə etdiyimiz cümlələrin çoxu nəqli cümlədir. Daha çox biz nəqli cümlədən istifadə edirik.
Sonra burada qeyd olunubda, yəni hansı istiqamətlər, məqsədinizi, nəyə çatmaq istədiyinizi müəyyən edin. Sonra giriş hissə verin, əlaqələndirmə verin, faktlardan istifadə edin. Yəni indi mən bilə bilmərəm ki, siz gələcək həyatınızı necə görürsünüz ki, mən götürüm burada bir inşa verim ki, hə bunu yazın. Ona görə bunu özünüz yazmalısınız. Yoldakı burada görünüb, mən də qismən başa saldım. Bu da belə, dəyərli 9-cu siniflər. Sonra yeni bölmə gəlir. Əgər bu bölmənin izahını görmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın. İzahı bəyənin, paylaşın. Sizlərin fikirləri bizim üçün çox önəmlidir. Həmçinin ödənişsiz formada 1000 qızıl qaydanı əhatə eləyən yaddaş kitabçamız var. Bunu əldə etmək istəyirsinizsə 055 280 59 24 nömrəsinə yazın. Ödənişsiz formada həmin sizə qaydanı təqdim edək. Qeyd edim ki, 1000 qızıl qayda var kitabın içərisində. Siz bunu bizdən ödənişsiz əldə edə bilərsiniz. Həmçinin də buraxılışla bağlı kanalımızda maraqlı testlər, tapşırıqlar paylaşılır. Abunə olun ki, izahlardan xəbərdar olasınız. Sağ olun, salamat qalın.